Hörmətli izləyicilər, Amarketsdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Dolar indeksində bildiyimiz kimi 25 noyabr tarixində başlayan eniş trendi artıq başa çatmaqdadır. Belə ki, 17 dekabr tarixindən etibarən dolar indeksi həmin günün birinci müqavimət səviyyəsini qırmış oldu və hətta ikinci müqavimət səviyyəsini test etmiş oldu. Bu da bazara alıcıların daxil olduğunu göstərir. 18 dekabr tarixində də dolar indeksi range içərisində ticarət olunub və bugün içərisində əgər dolar indeksi bugünün birinci müqavimət səviyyəsi olan 98-227 səviyyəsini qırarsa və qiymət həmin səviyyənin üzərində bağlanarsa, bu dollarla bağlı yüksəlişin göstəricisi ola bilər və bazara alıcıların daxil olduğunu göstərən bir faktor olmuş olacaqdır. Əlavə olaraq Amerikada eyni zamanda dünən inflyasiya göstəriciləri açıqlanmış oldu və belə ki, inflyasiya noyabr ayı üçün şəxsi istehlak belə deyək, sahəsində olan inflyasiyanın 3%-dən 2,6%-ə düşdüyü görsənmiş oldu. Bu da inflyasiyanın azalması əslində federal ehtiyatların faiz dərəcəsinin azaldacağı gözləntilərini yaratmış olur. Lakin buna baxmayaraq bir öncəki keçmiş analizlərə baxdığımız zaman federal ehtiyatlar nə zaman ki faiz dərəcəsini endirir, dolar indeksi həmin tarixdən etibarən yüksəlişə başlayır və bu baxımdan da artıq bildiyimiz kimi son olaraq federal ehtiyatlar 10 dekabr tarixində faiz dərəcəsini endirmiş oldu və bundan dolayı da artıq dolar indeksində yenidən yuxarı yönlü korreksiya müşahidə oluna bilər. Bugün içərisində eyni zamanda Amerikadan ev satışları ilə bağlı məlumatlar açıqlanacaq ki, əgər ev satışlarının artımı olarsa, bu hələ də Amerikan iqtisadiyyatının dayanıqlı olduğunu və iqtisadi artımın davam edəcəyini göstərən digər bir faktor olacaqdır. Lakin texniki analiz nöqteyi nəzərdən qeyd etdiyimiz kimi, bugünün birinci müqavimət səviyyəsi qırılarsa və qiymət həmin səviyyənin üzərində bağlanarsa, biz dolar indeksində yüksəlişin davam edəcəyini söyləyə bilərik. Avro-dollar valyuta cütlüyündə də range ticarəti müşahidə olunur və avro-dollar valyuta cütlüyündə də bugün içərisində bugünün birinci dəstək səviyyəsi olan 1.17031 səviyyəsi qırılıb, onun altında bağlanarsa qiymət, biz avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini və yaxud da ki, bazara satıcıların daxil olduğunu söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. İngilis funtu və dollar valyuta cütlüyü ilə bağlı da dünən İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini 4%-dən 3,75%-ə endirmiş oldu ki, bu da bir mənada funta uzun vədədə negativ təsir etməlidir və texniki analiz nöqteyi nəzərindən də funt 17 dekabrdan etibarən range içərisində ticarət olunur və bugün içərisində İngilis funtu və dollar valyuta cütlüyü də bugünün birinci dəstək səviyyəsi olan 1.33 334 səviyyəsini qırıb onun altında bağlanarsa, biz İngilis funtu və dollar valyuta cütlüyündə enişin davam edəcəyini söyləyə bilərik. USD-YN valyuta cütlüyündə isə 17 dekabrda bizim sistemimiz alış siqnalı vermişdi. Belə ki, USD-YN valyuta cütlüyü həmin günün hətta ikinci müqavimət səviyyəsi olan 155-633 səviyyəsini qırıb onun üzərində bağlanmışdı ki, bu da bazara güclü alıcıların daxil olduğunu göstərirdi və 18 dekabrda da USD-YN yüksəlişlə davam etmiş oldu və bugün içərisində də USD-YN-da yüksəliş davam edir, hansı ki günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət edilir. Ümumiyyətlə, Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini 0.5-dən 0.75%-ə yüksəltmiş oldu bugün və bu da YN-aya negativ təsir etmiş oldu. Xüsusilə bir nüansı qeyd etmək lazımdır ki, İsveç frankı və YN-da həmin ölkələrin mərkəzi bankları faiz dərəcəsini artırdığı zaman bu həmin ölkələrin valyutalarına negativ təsir edir. Yəni, digər valyutalarla nisbətdə buradakı hərəkətlilik həmin ölkələrin mərkəzi bankları faiz dərəcəsini artırdığı zaman digər valyutalara nisbətdə güzgü effekti yaranmış olur. Yəni, yenə əksinə yüksəlməsi lazım idi, ancaq yenə ucuzlaşır dollara qarşı və bu hər zaman tarixi bir faktordur ki, qeyd etdiyimiz kimi Yaponiya Mərkəzi Bankı faizi artırdığı zaman yenə ucuzlaşmasına səbəb olur ki, bizim sistemimiz əslində 17 dekabr tarixində alış siqnalı vermişdi USD-YN valyuta cütlüyündə və hal-hazırda da qeyd etdiyimiz kimi bazarda USD-YN valyuta cütlüyündə alıcılar güclüdür və nə qədər ki, bugünün birinci dəstək səviyyəsi olan 155-238 səviyyəsi qırılıb onun altına bağlanmazsa, biz hələlik USD-YN valyuta cütlüyündə yüksəlişin davam edəcəyini söyləyə bilərik. İsə 11 dekabr tarixində alış siqnalı yaranmışdı. Belə ki, qızıl həmin günün hətta ikinci
müqavimət səviyyəsi olan 4272 dollar səviyyəsinin üzərində bağlanmışdı və həmin tarixdən etibarən qızılda yüksəliş davam edir. Və qızılda nə qədər ki bugünün birinci dəstək səviyyəsi olan 4302 dollar səviyyəsi qırılıb, onun altına bağlanmazsa biz hələlik qızılda yüksəlişin davam edəcəyini söyləyə bilərik. S&P 500 indeksində isə 12 dekabr tarixində S&P 500 indeksi həmin günün birinci dəstək səviyyəsi olan 6852 dollar səviyyəsini qırdı və onun altına bağlanmış oldu. Bazara satıcıların daxil olduğunu göstərir bu və həmin tarixdən etibarən S&P 500 indeksi günlər üzrə birinci müqavimət səviyyələrinin altında ticarət edilib və bugün içərisində də S&P 500 indeksi bugünün birinci müqavimət səviyyəsi olan 6819 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa biz S&P 500 indeksində enişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.